Salam, hər vaxtınız xeyir olsun. 6 aprel 2025-ci ildə abituriyentlər üçün olan buraxılış imtahanında riyaziyyat suallarının izahlarına baxaq. Birinci sualımızda burada deyirlər ki, mənfi 3x böyükdür 9 bərabərsizliyin ən böyük tam həllini tapın. Burada hər tərəfi mənfi 3-ə bölürük. Alınır ki, x buradan azdır, mənfi 3-dən alınır. Buradan da yəni ki, ən böyük tam həlli nə ola bilər? Yəni ki, mənfi 3-dən az olan ən böyük ədəd 4-dür, mənfi 4 olur. Yəni, bu sualın cavabı B bəndi eləmiş olur. 2 nömrəli sualda deyirlər, Z kompleks ədədi üçün RZ bərabərdir 5 və IZ bərabərdir mənfi 2 olarsa, bu kompleks ədədin qoşmasını tapın. RZ yəni ki, burada həqiqi hissəsini deyir 5-dir, IZ də mənfi 2 verilib. Yəni ki, xəyali hissə də burada mənfi 2-dir. Onda kompleks ədəd bu formada olur. Z bərabərdir 5 çıxılsın 2i formasında olur. Bunun qoşması da Z-in qoşması bərabər olacaq ki, 5 plus 2i. Yəni ki, burada nə olur? Özü minus 2 idisə qoşması da plus 2 olmuş olmalıdır. Yəni, Y bəndi. Sualda deyirlər, A-nın hansı ən kiçik qiymətində ədədi 9-a qalıqsız bölünər. 9-a bölünmə əlamətlərini bilirsiniz ki, ədədin rəqəmləri cəmi 9-a bölünürsə, deməli, özü də 9-a bölünər. Bu ədədin rəqəmləri cəminə baxsaq biz, deməli, 2 plus 0 plus 5 plus A plus B alınır. Buradan da alınır ki, 7 plus A plus B. Deməli, burada A plus B bərabərdir 2 olsa, 7 plus 2 9 olar və bu da 9-a bölünər. İndi hansı ən kiçik qiymət deyirsə, yəni biz A-nın ən kiçik qiymətini istəyirsə, biz B-yə burada yəni ki, ən çox verərik, B-yə 2 verərik. Onda A-da 0 olmalıdır ki, yəni ki, ədədin rəqəmləri belə deyilir, cəm burada 2 eləsin və burada yerinə qoyanda 7 plus 2 9 eləmiş olsun və 9-a bölünsün. Deməli, A burada 0 olmalıdır, C bəndi. 4 nömrəli sualda deyir, tənliyi həll edin. Burada deməli, 5 üstü x plus 1 qalsın yerində. Amma bərabərdir 5-də 1 üstü x-imiz 2-ni belə yaza bilərik. 5 üstü, artıq bunun x-imiz 2-ni əksini yazarıq. Yəni ki, 2 minus x yazarıq. Belə düşünün də, qayda var ki, bizdə məsələn, a üstü mənfi 1 nəyə bərabər olur? 1 bölünsün a-ya. Həmin qaydaya əsasən bunu eləyə bilirik. İndi burada baxırsınız ki, əsaslar eynidir. Sonra qüvvətlərini bərabərləşdirə bilərsən. X plus 1 bərabər də olur 2 minus x-ə. Bu ikisi də atırıq bu tərəfə. Alırsan ki, x plus x bərabərdir. Bu 1-i də atırıq bu tərəfə. 2 minus 1-ə. Buradan da x plus x elədi 2x bərabərdir. 2-dən 1 çıxırsan 1. X də bərabər deyilir 1 bölünsün 2. X də bərabər deyilir 0,5. Yəni, B bəndi eləmiş olur. 5 nömrəli sualda deyirlər, K və L nöqtəsi ABC üçbucağında uyğun olaraq BC və AC tərəflərinin orta nöqtələri olarsa, ştrixlənmiş hissənin sahəsi ABC üçbucağının sahəsinin hansı hissəsini təşkil edir? İndi burada L nöqtəsi AC-nin orta nöqtəsi olduğu üçün S deməli üçbucaq AKL ştrixlənmiş hissə AKL KL-in sahəsi deməli AKC-nin sahəsinin 2/1 hissəsini təşkil edər. Deməli 2/1 vurulsun S üçbucaq AKC. İndi burada K nöqtəsi də BC-nin orta nöqtəsi olduğu üçün deməli S üçbucaq AKC də ABC üçbucağının 2/1 hissəsini təşkil edər. 2/1 S üçbucaq ABC. İndi buradan bizdən istəyirlər S üçbucaq AKL bölünsün S üçbucaq ABC-ni istəyirlər. AKL-in sahəsi deməli olduqca 2/1 deməli üçbucaq S üçbucaq AKC bölünsün S deməli üçbucaq ABC. İndi burada 2/1 vurulsun yenə
S üçbucaq AKC-nin sahəsi də ABC-nin sahəsinin 2də 1 hissəsi olduğu üçün AKC-nin sahəsinin yerinə 2də 1 deməli SABC yaza bilərsiniz. Bölünsün yenə S deməli ABC. Burada SABC-lər bir-birini ixtisar edir. Qalır ki, 2də 1 bu 2də 1, o da 4də 1 eləmiş olar. Yəni D bəndi eləmiş olur. 6 nömrəli sualda deyirlər sinüs 2x çıxılsın 3 bərabərdir 1 tənliyini həll edin. Bərabərdir 1 halı sinüs üçün xüsusi hallara aiddir. Burada da olacaq ki, 2x çıxılsın 3 bərabər də olurdu pi bölü 2 plus 2 pi k. Sonra buradan 3'ü atırıq o tərəfə. Alınır ki, buradan 2x bərabərdir pi bölü 2 plus 2 pi k plus 3 olacaq o tərəfə atanda. Bizə x-in özü lazımdır deyəni hər tərəfi 2-yə bölürsən. X bərabər də olur pi bölünsün 4 plus pi k bir də plus 3 böl 2. Yəni burada cavab eləyir D bəndi. 7 nömrəli sualda deyirlər 2x plus y bərabərdir 5 cm olarsa altıbucaqlının perimetrini tapın. Ümumiyyətlə bütün fiqurların fərqi yoxdur neçə bucaqlı olsun. Perimetri deyəndə bütün tərəfləri toplayırsan. Buradan P bərabər olur ki, baxırsan ki 4 dənə x var, 4x plus 2 dənə də y var, 2y. Bərabərdir. Bunu biraz sadələşdirmək üçün 2-ni ortaq mötərizə xaricinə çıxardırsan, qalır nə? 2x plus y mötərizədə bu qaldı. Baxırsan ki, mötərizədə olan ifadə bizə elə burada 2x plus y bərabərdir 5 verilib. Onda burada nə edirsən? 2-ni vurursan 5-ə bərabərdir 10 eləmiş oldu. Yəni D bəndi. Bəs sualda deyirlər, deməli, m bölünsün 10 bərabərdir 8 bölünsün n olarsa m-in hasilini tapın. Bu tənəssübdə çarpaz vurursan m vurulsun n bərabər də olur 8 vur 10, yəni 80 eləmiş olur. C bəndi. 9 nömrəli sualda deyirlər ki, ABCD kvadratının təpələrinə çəkilmiş paralel düz xəttlər onun müstəvisinə paralel olan müstəvini uyğun olaraq A1, B1, C1, D1 nöqtələrində kəsir. AB bərabər 4 cm-dir deyirlər. Olarsa A1, C1 parçasının uzunluğunu tapın. Əgər AB 4-dürsə və kvadrat olduğu üçün kvadratın bütün tərəfləri bərabərdir. 4 burada 4 olur. Belə oldusa əgər, onda AC də buradan Pifaqora əsasən 4 köşdə 2 olar. Yəni ki, zaten bilirdik ki, düz kvadratın bütün bucaqları, yəni düz bucaq olduğu üçün 4 bərabər yanlı düz bucaqlı üçbucaq yarandı. 4 kat etdilərdi deyəni hipotenuzda 4 köşdə 2 eləmiş oldu. Eyni formada AD 4-dürsə onda A1, D1 də 4-dür. DS 4-dürsə D1, C1 də 4-dür. Onda həmçinin A1, C1-ə də 4 köşdə 2 qalmış olur. Yəni B bəndi. 10 nömrəli sualda deyirlər, elementlərinin sayı bərabər olan A və B çoxluqları üçün NA kəsişir B bərabərdir 6 və 5 vurulsun NB fərq A plus 2 vurulsun NA birləşir B olarsa NB-ni tapın. İndi bunu eğilirimin diaqramı ilə təsvir eləyək. Deməli, necə olacaq? Belə bir 2 dənə diaqram olsun. Bu A-nı bildirsin, bu da B-ni bildirsin. İndi burada bunların kəsişməsinə 6 deyiblər. Və bizə bir də deyiblər ki, elementlərin sayı bərabərdir. Onda bura x desən, yəni ki, burada x olar. Belə düşün də, kəsişmə 6 oldu. Onda n 5 çıx A elə bərabər olacaq. N A çıxılsın B. Bu da bərabərdir x götürmüşük. İndi bizə veriblər ki, 5 vurulsun N5 çıx A bərabərdir 2 vurulsun N A birləşir B. Deməli, onda yazırıq burada 5 vurulsun. 5 çıxılsın A-nın yerinə x yazırıq bərabərdir. Və burada bir də 2 vurulsun birləşmə. Birləşmənin yeri də bu 3 dənəsinin cəmi olmalıdır. Yəni ki, 2x plus 6. Bunu hesablasaq 5x bərabərdir. Mötərizəni burada açsaq 4x plus olur 12. Buradan da alınır x bərabərdir 12. X-i 12 tapmış olduq. Ondan sonra NB bərabər olur ki, nəyə bərabər olur? NB olur ki, elə NB çıxılsın A, yəni ki, bu hissə N
B çıx A. Bir də plus olur. N-A kəsişir B. A kəsişir B. Belə düşün də. Bax, bu hissə, yəni ki, MB çıx A. Bir də plus bunların kəsişməsi bizə elə MB-ni vermiş olur. Onda buradan bərabərdir alınır ki, MB çıx A-nı biz nə tapmışdıq? X-i 12 tapmışdıq. Plus N A kəsişir B-də, yəni ki, 6 var bizdə. Plus 6 bərabərdir 18 eləmiş olur. Yəni Y bəndi. Bir nömrəli sualda deyirlər, tərəfləri AB, C olan üçbucağın A və B tərəflərinin qarşısında yerləşən bucaqları uyğun olaraq 62 dərəcə və 68 dərəcədir. Yəni ki, B-nin qabağında 68-dir, A-nın qabağında 62. Bu üçbucağın tərəfləri arasındakı hansı münasibət doğrudur? Yəni, biz bilirdik ki, üçbucağın daxili bucaqların cəmi 180 dərəcə olur. Onda C-nin qabağındakı tərəfi tapmaq üçün 180-dən çıxarıq. 68 ilə 62-nin cəmini. Bu da bərabərdir 180-dən çıxırıq 130-u. Qalır 50 dərəcə. Onda deməli, bu C-nin qabağında 50 dərəcəli bir bucaq dayanıbmış. İndi biz qaydaya əsasən bilirik ki, üçbucaqda böyük bucaq qarşısında böyük tərəf dayanır. Kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Onda burada ən böyük tərəf B olacaq. Sonra ondan biraz balacası A olacaq. Bundan da az olanı C olacaq. Yəni ki, B böyükdür A, böyükdür C. D bəndi olmuş olacaqdır. 12 nömrəli sualda deyirlər, A kvadrat çıxılsın 9, bölünsün 3A plus 9 ifadəsini sadələşdirin. Burada sürəti müxtəsərə görə vuruqlara ayırsaq, olur A çıxılsın 3 və A plus 3. Aşağıda da olur ki, 3-ü çıxardırsan ortaq mötərizə xaricinə, qalır ki, A plus 3. Burada da A plus 3-lər ixtisar gedir. Qalır ki, nə? A çıxılsın 3, bölünsün 3. Yəni, A bəndi. Növbəti sualda deyirlər, sinüs 41 dərəcə vurulsun kosinus 11 dərəcə, çıxılsın kosinus 41 dərəcə, sinüs 11 dərəcə ifadəsinin qiymətini hesablayın. Qaydaya əsasən, qaydanı burada yazmışam, bu qaydaya əsasən, deməli, bu ifadənin qiyməti bərabərdir olacaq ki, bir də özünü yazmadım, orada zaten görürsünüz. Olacaq ki, sinüs 41 dərəcə çıxılsın 11 dərəcə. Bu da bərabər deyilir sinüs 30 dərəcə. Sinüs 30 dərəcədə bizə 2də 1-i verirdi. Yəni, A bəndi. 14 nömrəli sualda deyirlər, perimetrləri bərabər olan, bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2-dir. X kvadrat çıxılsın 21x plus 5a minus 7 bərabər 0 tənliyinin kökləri x1 və x2 olarsa, A-nı tapın. Deməli, biz bilirdik ki, bərabər tərəfli üçbucağın perimetri olacaq. Tərəfini vurursan 3-ə, yəni ki, 3-dən x1. Kvadratın perimetri də deyir ki, deməli, tərəfi x2-dirsə, perimetri 4 vurulsun x2 olur. Və deyir ki, bunlar bir-birinə bərabərdir. Üçbucağın perimetri ilə kvadratın perimetri bir-birinə bərabərdir. Və biz bir də viyyət terimindən bilirdik ki, köklərin cəmi kvadrat tənlikdə bizdə nəyi verirdi? Çevrilmiş kvadrat tənlikdə köklərin cəmi bizə x-in əmsalının əksini verirdi. Yəni ki, müsbət 21 verəcək. Belə eləyə bilərik. Bu tənliyin hər tərəfini 3-ə vursaq, alınır ki, burada nə? 3 dənə x1 plus 3 dənə x2 bərabərdir 63. Buradan da biz bilirdik ki, 3x1 4 dənə x2-yə bərabərdir. Gətirib burada, demək 3 dənə x1-in yerinə 4 dənə x2 yaza bilərsən. Bax, 4 dənə x2 plus 3 dənə x2 bərabərdir 63. Buradan da alınır 7 dənə x2 bərabərdir 63. Onda x2 bərabər deyilir 9. x2-ni tapandan sonra biz belə eləyə bilərik. Biz bilirdik ki, x1 ilə x2-nin cəmi 21 olduğu üçün x1-i tapmaq üçün 21-dən 9-u çıxarsan. Bu da eləyəcək 12. Bunlar tapandan sonra, indi biz bilirdik ki, köklərin hasili bizə sərbəst həddin özünü verər. Yəni ki, 5a minus 7-ni verər.
Yazırıq buradan ya da belə eləyək, bunu bu tərəfdən yazaq. X1 vurulsun X2 bizə nəyi verməlidir? 5A minus 7-ni. Buradan da 9 vurulsun 12 bərabərdir 5A minus 7. 9'u 12'ye vursak eləyir burada 108 bərabərdir 5A minus 7. Buradan da 5A bərabər deyir 108 plus 7 yəni 115. A da bərabər deyir 115'i 5'e bölürsən eləyir 23. Yəni burada A-nı tapmağımızı istəyirdi. Biz də burada A-nı 23 tapmış olduq. 15 nömrəli sualda deyirlər ifadəsinin qiymətini hesablayın. Burada belə eləyə bilərik. 2 vurulsun loqaritmi 20 əsasına 2 var. Bu 2'ni buradakı 2'nin qüvvətini ata bilərik. Onda olacaq ki, bu loqaritma 20 əsasından 2'nin kvadratı olacaq. Bu da bizə 4 verir. Plus buradan loqaritma 20 əsasından 5 vurulsun var. Yenə burada 2'ni onun qüvvətinə atırsan, olur ki, loqaritma 20 əsasından onun kvadratı 100 verəcək. Çıxılsın loqaritma 20 əsasından 5. Bu da bərabərdir buradan. Loqaritma 20 əsasından 4 plus loqaritma 20 əsasından 5-dirsə, bu belə olacaq. Loqaritma 20 əsasından 4 vur 5, yəni elə bizə 20 verir. Və vurulsun. Burada amma çıxma olduğu üçün olur loqaritma 20 əsasından 100'ü bölürsən 5'e 20 eləmiş olur yenə. Bərabərdir. Loqaritma 20 əsasından 21 verir. Yenə vurulsun. Loqaritma 20 əsasından 20 olduğu üçün 1 verir. Bir dəfə 1 də 1 eləmiş oldu. Yəni bu sualın cavabı ümumiyyətlə 1 eləmiş olur. 16 nömrəli sualda deyirlər, silindrin ox kəsiyi tərəfləri AB bərabərdir 12 və AD bərabərdir 10 olan düzbucaqlıdır. Bu silindrin həcmini hesablayın. Silindrin həcmi düsturu V bərabərdir olurdu ki, pi r kvadrat vurulsun h. İndi burada da silindrin hündürlüyü ilə AB-ni bildirir, yəni ki 12 olacaq. Radius isə burada AD diametr olduğu üçün radius diametrin yarısı olur. AD'nin yarısı 5 olur. Onda V buradan bərabər də olur ki, pi də 3 verilib bizə. 3 vurulsun. R oldu nə? 5. 5'in kvadratı. H da oldu 12. Bu da bərabər deyilir. 3 vurulsun. 25 vurulsun 12. Bunu da hesablasaq, vurmanın yerinə yetirsək, alırıq ki, burada 960 oluruq. Yəni bu sualın cavabı 9 eləmiş olur. 17 nömrəli sualda deyirlər ifadəsinin qiymətini hesablayın. Burada yazdığımız qaydalara əsasən 5 üstü mənfi 2 olacaq. 1 bölünsün 5'in kvadratı vurulsun. 5'də 2 üstü mənfi 4 olar. 2'də 5 üstü müsbət 4 vurulsun. 2 tam 2'də 1 üstü mənfi 3 var. 2 tam 2'də 1'i çevirsən düzgün olmayan kəsrə bu olur 2'də 5 üstü mənfi 3. Bunda müsbət qüvvət kimi yazsam 5'də 2 üstü müsbət 3 olur. 5'də 2 üstü müsbət 3 bərabərdir. Mötərizələri açsaq bərabər də olur. 1 bölünsün 5'in kvadratı qalsın. Yerində vurulsun. 5 üstü 4 bölünsün 2 üstü 4 vurulsun. 2'nin kubu bölünsün 5'in kubu. Baxın, indi burada ixtisarlar apararıq. Deməli, 5 üstü 4 ilə 5'in kubunu ixtisar aparsaq, bunlar gedir. Burada 5'in bir dənəsi qalar. 5'in kvadratı ilə də 5'i ixtisar aparsam, 5 buradan gedir. Burada da 1 gedir, 1 qalır. 2 üstü 4 ilə 2 üstü 3'ü ixtisar aparsan, 2 üstü 3 bütöv gedir. 2 üstü 4'dən də 1'i qalacaqdır. Bu da bərabər deyir. Deməli, sürətdə 1 qaldı. Məxrəcdə isə 5 vurulsun 2, yəni 10 eləmiş olur. 10'da 1. Bunu da 10'luq kəsir kimi 0,1 yaza bilərik. 18 nömrəli sualda deyirlər, düzbucağının sahəsi x kvadrat çıxılsın 7x plus 12'dir. Uzunluğu isə x minus 3 olarsa x-nin tam qiymətini tapın deyirlər. Demək, sahə düsturu verilib bizə nə? X-in kvadratı çıxılsın 7x plus 12 verilib. Sahəni bizə belə veriblər. Bunu vurğulara ayırarıq. Deməli, x-in kvadrat 7x parçalayarıq. Çıxılsın 3x yazarsan, çıxılsın 4x yazarsan.
plus 12 bərabərdir. Buradan demək x-i çıxardarsan orta mütərizə xaricinə qalır nə? X minus 3. Buradan da minus 4-ü çıxardarsan mütərizə xaricinə qalır x minus 3. Sonra baxırsan ki, hər birində x minus 3 ortaq olduğu üçün x minus 3-ü çıxardırsan mütərizə xaricinə. Qalır ki, x minus 4. İndi bizə deyə bilər, uzunluq x minus 3-dürsə, deməli, eninə qalır. Deməli, x minus 4 qalacaq eninə. Çünki bizdə sahə nə idi? Düzbucağının sahəsi eni ilə uzunluğunun hasili olurdu. Demək, uzunluq x minus 3, en isə x minus 4 oldu. X-in əlçək qiymətini istəyir bizdən. Biz də bilirdik ki, uzunluq ümumiyyətlə bizdə müsbət ədədlər olmalıdır. Həm x minus 3 böyükdür 0 olmalıdır. Həm də ki, x minus 4 böyükdür 0 olmalıdır. Yəni ki, əlçək qiymət deyirsə, buradan da alırıq ki, nə? Sistemi buradan bir də qursaq. X böyükdür 3 alırsan, x böyükdür 4 alırsan. X həm 3-dən, həm 4-dən böyük olmalıdır ki, bu müsbət ədəd olsun. Onda elə x 4-dən böyük olmalıdır. Yəni kəsişməsini götürərik. Belə deyək də. Bəli. Onda burada da x əlçək qiyməti 5 almış olacaqdır. Yəni cavab eləyir 5. 19 nömrəli sualda deyirlər, diagonalı 6 sm olan kubun tam səthi ilə yan səthinin sahələri cəmini tapın. Deməli, triləcir A olsa bunun, onda deməli, tam səthinin sahəsi S tam bərabər də olurdu ki, deməli, 6A kvadrat kubda. S yan isə bərabər olurdu 4A kvadratı. Və diagonal isə kubda D bərabər də olurdu A köşkdə 3. Bunu da bizə 6 veriblərsə, onda A buradan bərabər D olur. 6 bölünsün köşkdə 3. Bu da bərabərdir. Məxrəci rasionallıqdan azad etsək, məxrəci ilə sürəti də köşkdə 3-ə vurarıq. Buranı da vurursan köşkdə 3-ə. Buranı da vurursan köşkdə 3-ə. Onda alınır ki, 6 köşkdə 3 bölünsün 3. Bu da bərabərdir elədi 2 köşkdə 3. Deməli, tili 2 köşkdə 3 elədirsə, onda S tam bərabər də olur ki, 6 vurulsun 2 köşkdə 3-ün kvadratı. Bu da bərabər də eləyir 6 vurulsun 2 köşkdə 3-ün kvadratı da 3 vurulsun 4, 12 eləmiş olar. 6-nı da 12-yə vursan 72 eləmiş olur. S yan isə bərabər olur ki, yenə 4A-nın kvadratı olduğu üçün 4 vurulsun 2 köşkdə 3-ün kvadratı yenə. Bu da eləyir 4 vur 12, yəni 48 eləmiş olur. Bizdən bunların cəmini istəyir, yəni 72 plus 48, bir dəqiqə 8-i burada yazmamışıq, plus 48. Bu da bərabər də eləyəcək ki, 120. 20 nömrəli sualda deyirlər, ata ilə oğlunun yaşları fərqi 24-dür. Atanın yaşını oğlun yaşına böldükdə natamam qismət 2 və qalıq 3 olarsa, oğlun neçə yaşı var? Deməli, atanın yaşını götürək x, ata olsun x yaşında, oğlu olsun y yaşında. Atanın yaşını x-i y-ə böləndə oğlun yaşına bərabər, natamam qismət 2, qalıqda 3 qalırsa, onda buradan x bərabər deyil 2y plus 3. Bunları bildik. Bir də bizə deyiblər ki, burada ata ilə oğlun yaşları fərqi 24-dür. Yəni ki, x çıxılsın y bərabərdir 24-dür və x də bərabərdir 2y plus 3-dür. Belə bir sistem alırıq. Onda buradan da birincisindən x-i tapsaq, x bərabər də olur 24 plus y. Buradan da x bərabər də oldu 2y plus 3. Hər bir x-in qiymətini bildirdiyi üçün x-in qabağında olanları da bərabərləşdirə bilərik. Yəni 24 plus y bərabərdir 2y plus 3. Buradan da y bərabərdir 24 çıxılsın 3, yəni 21 vermiş olacaq. Yəni ki, oğlun neçə yaşı var? Oğlun yaşını y götürdüyümüz üçün 21 yaşı olmuş oldu. 21 nömrəli sualda deyirlər, cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt yerdə duran hədləri cəmi. Tək yerdə duran hədləri cəmindən 204 vahid böyükdür. Silsilənin fərqi 17 olarsa, onun hədləri sayını tapın. Cüt sayda həddi olduğu üçün n bərabərdir 2k götürək hədlərin sayını.
Silsilə fərqini D götürərik və burada ümumi hədlərin sayını isə A-yə götürərik. İndi burada cüt yerdə duranların cəmi olsun ki, nə? A2 plus A4 plus və s. plus A2K. Və deyir ki, bunların nə deyir burada? Deyir 204 vahid böyükdür. Yəni cüt sayda olanların cəmindən tək sayda olanların cəmini çıxsan, bizə 204-ü versin. Tək yerdə duranların cəmi də olsun A1 plus A3 plus və s. plus A2K minus 1. Bu da bərabərdir 204. A2-nin yerinə yaza bilərsən ki, A1 plus D. Sonra plus A4-ün yerinə yaza bilərsən ki, A3 plus D. Plus və s. plus A2K-nı da yerinə yaza bilərsən ki, A2K minus 1 plus D. Və burada da çıxılsın olacaq artıq A1, yenə çıxılsın A3, çıxılsın və s. yenə çıxılsın olacaq A2K minus 1. Bərabərdir 204. Burada oxşar hədlər, yəni ki, bir-birini aparacaq. Hamısı, yəni ki, A1 ilə A1, A3 ilə A3, A2K minus 1 ilə A2K minus 1. Hamısı, yəni ki, A-lar bir-birini aparır. Qalır ki, nə qədər? Elə bil ki, ümumi say 2K idi, amma D-lərin sayı fikir versəz, yəni cüt yerdə duranların yerindədir deyənə, K sayda D olacaq. Yəni ki, K vur D bərabər də olacaq 204-ə. Bizə D-ni də 17 verdiyi üçün K vurulsun 17 bərabərdir 204 olur. K da bərabərdir 204-ü bölürsən, demək 17 eləyir 12. K 12 oldusa burada, onda bizdən istəyirdi burada nəyi? Hədlərin sayını istəyir deyənə n bərabərdir 2K olduğu üçün 2 vurulsun 12, 24 eləmiş olur. 22 nömrəli sualda deyirlər, qaçış yolu uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq formalı sahə ABC və DEF ilə hüdudlanmışdır. Bu yolun bütün kənarları boyunca A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkilmişdir. AB bərabərdir 160 metr, AC bərabərdir 180 metr və BC bərabərdir 200 metr və DF bərabərdir 45 metr olarsa, əkilmiş bütün ağacların sayını tapın. Deməli, burada üçbucaq ABC ilə üçbucaq deməli nə? DEF oxşar üçbucaqlardır. Oxşar üçbucağın xassələrinə əsasən perimetrlərin nisbəti, yəni ki, perimetr üçbucaq ABC bölünsün perimetr üçbucaq DEF bərabər olur ki, məsələn, uyğun tərəflərin nisbəti. DF-ə uyğun tərəf AC olduğu üçün 160-ın və yaxud da belə yazaq əvvəlcə AC-nin DF-ə nisbəti. Perimetr ABC-ni tapa bilərik, çünki bütün tərəfləri var bizdə. Perimetr üçbucaq ABC bərabər də olur 160 plus 180 plus 200. Bunu da hesablasaq bizə 540 vermiş olur. Bunu tapandan sonra burada yerinə qoyarıq. Perimetr ABC-nin yerinə 540 qoyursan, bölünsün perimetr DEF bərabər deyilir AC, yəni ki, AC 180 bölünsün DF də bizdə verilib 45. Bunu da sadələşdirsəm, buradan deməli, nə almış olarıq? Perimetr üçbucaq DEF bərabər də olur. Çarpaz vurub bölsən 540 vurulsun 45 bölünsün 180. 180 ilə 540 xısar gedir. 180 180-ə bir dəfə, 540 180-ə bölünür. Neçə dəfə? 3 dəfə. 3-ü də 45-ə vursam, burada eləyir 135. Yəni, perimetr DEF sənə 135 verdi və burada perimetrləri boyunca hər 5 metrdən bir ağac əkildiyi üçün
ABC-də əkilən ağacların sayını tapmaq üçün 540-ı, yəni ki 5-ə bölürsən, bu da sənə verir nə qədər? 108 vermiş olur. Deməli 108 dənə ağac ABC boyunca əkilib və perimetrlər boyunca yenə D, E, F üzərində də ağaclar əkildiyi üçün 135-i də burada hər 5 metrdən bir əkildiyi üçün 5-ə bölürsən. Bu da sənə verəcək nə qədər? Deməli 27. Ümumi ağacların sayını istədiyi üçün 108 plus 27, bu da bərabərdir eləyəcək 135 ağac. 23 nömrəli sualda deyirlər, y bərabərdir x kvadrat çıxılsın 6x plus b parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3/5 olarsa, b parametrinin şiş qiymətini tapın deyirlər bizə. Ümumiyyətlə, y bərabərdir ax kvadrat plus bx plus c parabolasının təpə nöqtələri M və N hərfləri ilə işarə olunurdu və təpə nöqtəsinin koordinatları belə olurdu. Yəni, buradan bərabər də olacaq ki, A vurulsun x minus M-in kvadratı plus N formasında vuruqları ayırandan sonra M burada M və N burada təpə nöqtənin koordinatları olurdu. Onda biz burada y bərabərdir x kvadrat çıxılsın 6x plus b-ni. Yəni ki, bu formaya salmalıyıq. Yəni ki, göstərdiyimiz kimi bu formaya salmalıyıq. Ondan sonra m-ləri təyin edə bilərik. İndi burada bu formaya salsaq, bu bizə verəcək ki, nə? Baxırıq ki, burada yəni ki, çevrilmiş kvadrat tənlikdir. A-mız yoxdur. Ona görə olur ki, burada x çıxılsın olacaq 3-ün kvadratı yaza bilərik. Çünki burada 6x nədir? 2 ilə 3-ün asilidir. X çıxılsın 3-ün kvadratı. Plus b var burada. Bir də minus 9 yazırıq. Çünki burada x minus 3 kvadratı bizə verəcək ki, x kvadrat çıxılsın 6x plus 9 verərdi. Yəni, bir də özümüzdən 9-u çıxırıq sonradan. Onda burada bizə m nəyi verir? M 3-ü verir. N isə b minus 9-u verir. O da təpə nöqtəsinin koordinatları və bunlar olur. M-in bərabər də olur ki, 3 ilə b minus 9. Bizdən istəyir ki, təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə. Koordinat başlanğıcı da o 0,0 nöqtəsinə qədər məsafəni 3/5 olarsa deyir. Onda məsafəni tapmaq üçün olurdu ki, kök altında deməli, nə edirdin? 3 çıxılsın 0-ın kvadratı olar. Yəni ki, x-lər x1 çıxılsın, x2 çıxılsın x1 kvadrat, plus bir də y2 çıxılsın y1 kvadrat. Yəni ki, b minus 9 minus 0-ın kvadratı. Yəni, 0 olduğu üçün nəzərə almayarıq. Olacaq burada 3-ün kvadratı, yəni 9. Bir də plus b minus 9-un kvadratda belə olduğu kimi saxlayaq, sadələşdirərik sonra. Bunu da bizə nə verə bilər? Buradan 3/5 verə bilər. Bərabərləşdirək bunu 3/5-ə. Sonra bunu da elə 3/5 yazaq buradan. Bərabərdir, nədən silək. Deməli, burada hər tərəfi kvadrata yüksəldirsən. Olur ki, 9 plus b minus 9-un mütərizə kvadratı bərabərdir. 3/5-in kvadratı da 5 vur 9, 45 eləyir. 9 da ata o tərəfə olacaq. B minus 9-un kvadratı bərabər deyilir 36. Onda burada b minus 9 bir dəfə bərabər olur müsbət 6-ya, bir dəfə də b minus 9 mənfi 6-ya bərabər olur. Buradan da b bərabər olur. Bir dəfə 15 olacaq onda. Bir də b bərabər də alırsan 9-dan 6 çıxanda 3. Bizdən buradan şiş qiymətini soruşduğu üçün 3-ü götürərik. Deməli, b bərabərdir 3 olur. 4 nömrəli sualda bizə deyirlər ki, mərkəzi O nöqtəsində olan çevrənin kəsişən iki vətərindən birinin uzunluqları 48 və 3 olan iki parçaya bölünmüşdür. Digər vətər isə 1/4 nisbətində bölünərsə, bu vətərin uzunluğunu tapın. Qaydaya əsasən 1x vurulsun 4x, nisbət olduğu üçün 1x və 4x demişik. 1x vurulsun 4x bərabər deyilir 3 vurulsun 48. Onda burada eləyir 4x-in kvadratı bərabərdir 144. X kvadrat bərabər deyilir 36. X bərabər də 6 eləmiş oldu. Bizdən istəyirlər digər vətənin uzunluğunu, yəni ki 1x plus 4x ümumi istəyirlər.
Bu da bərabərdir eləyir 5x. X-i də 6 tapdığımız üçün 5 vurulsun 6 bərabərdir 30 eləmiş oldu. 25 nömrəli suala baxırıq. Deyir cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayıları göstərilmişdir. Hər fən üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın. İndi burada deməli belə deyək, əvvəlcə x, y tapmalıyıq ki, sonra ehtimal taparıq. Riyaziyyat fənni üzrə cəmi 14 nəfərdir və oğlanla qızların cəmi bərabərləşdirərik 14-ə. Yəni ki, y plus 3x bərabərdir 14. Həmçinin fizikadan da yenə qızla oğlanın cəmi 14-dür. Yəni 5y plus x bərabərdir 14. Hər biri 14-ə bərabər olduğu üçün özlərini də bir-birinə bərabərləşdirərik. Yəni y plus 3x bərabərdir 5y plus x-ə. Buradan da alırıq ki, 2x bərabərdir 4y. Hər tərəfi 2-yə bölsə, alırıq x bərabərdir 2y. X-i 2y tapandan sonra gətirib birinci tənlikdə yerinə qoyarıq. Alırıq ki, buradan nə? Y plus 3 vurulsun 2y bərabərdir 14. Bu da eləyir ki, y plus 6y, yəni 7y bərabərdir 14. Y bərabərdir 2 tapmış olursan. Y 2 tapandan sonra gətirib burada yerinə qoyursan, x bərabərdir eləyir 4. Onda burada bizə deyirdilər ki, deməli, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan olması, onda P1 bərabərdə olar. Ehtimal nə idi? Əlverişli halların, mümkün hallara nisbəti. Oğlan deyirsə, onda oğlan y-dir deyənə 2 bölünsün olur 14. Bu da bizə eləyəcək ki, ixtisar eləsən 7-də 1 vermiş olur. P2 isə deyir ki, fizika fənni üzrə qız olması, onda yenə əlverişli hallar qız olması x yəni 4-dür, mümkün hallar isə 14-dür. İxtisar eləsən bu sənə 7-də 2 vermiş olur. Burada riyaziyyat üzrə oğlanın qalib olması, fizika üzrə isə qızın qalib olması, bir-biri ilə heç bir maneçiliyi yoxdur deyənə ehtimalların vurulması olacaq. P bərabərdə olur ki, 7-də 1 vurulsun 7-də 2. Bu da bərabər deyilir 49-da 2. Yəni bu sualın cavabı 49-da 2 eləmiş oldu. İzah bu qədər. Ümidvaram ki, xoşunuza gəldi. Sağ olun.